Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz. Mən Vüsal Kəlbəcəri tənqidçi jurnalist bu günlərim Azərbaycanımızın çox gözəl qonaqpərvər rayonlarından biri olan Cəlilabad rayonunda. Bəli, Cəlilabad rayonu elə bir kəndi, elə bir uclar kəndi yoxsa mən oranı çəkməyəm. Bu günlərimdə çox gözəl kəndlərdən biri olan Moranlı kəndi, yəni sərhəddə yerləşən bir kənddə, Uzqar kənddəyəm. Çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Qocaman müəllimlər haqqında sorğular apardıq. Bizə bir neçə nəfər müəllim deyibdilər. Bir də bizim Telman müəllimdir. Amma istəyirəm özünü təqdim olunsun. Biraz yaxına gəlin çəkin. Xoş gördük müəllim sizi. Adınız, soyadınız müəllim? Məmmədov Telman Əbuzəloğlu. Çox gözəl Telman müəllim. Telman müəllim neçə il təhsil sahəsində çalışmısınız? Yaxından çək. 46 il təhsil sahəsində çalışmışam. Hansı fənn tədris eləmisiniz? Fiziki tərbiyə fənnidir. Çox gözəl. Bədən tərbiyə, fərq fərmanları çək zəhmət olmasa. Gördüyünüz kimi bax bu müəllimin icra hakimiyyəti tərəfindən, Gənclər İdman İdarəsi tərəfindən, nazirlik tərəfindən, sektor tərəfindən və müxtəlif təşkilatlar, mətbu orqan tərəfindən dəfələrlə olan fərq fərmanlardır. O cümlədən müəllimin özünün də məqalələri var. Hardan müəllim məqalələriniz? Facebook sosial şəbəkəsində mənim məqalələrim gedir. Gənc müəllimlərə onlara kömək edirəm. Çox gözəl. Onların məqalə hazırlığına müəllimlərdən də bir çox təşəkkürlər almışam. Ondan sonra belə də Çox gözəl. işimi qiymətləndirirəm. Gördüyünüz kimi də biz Çağdaş Təhsil qəzetinin xüsusi buraxılışını müəllim inşallah burada verəcəyik, sosial şəbəkələrdə verəcəyik. Müəllim bu günlərim 2026-cı il 7 yanvar tarixidir. Neçə yaşınızlarında alınır? Mənim hal-hazırda 46-nı keçmişəm, 47-46 yarım. İndi neçə yaşınız var? İndi 66 yarım. 66 yarım yaşınız var. Çox gözəl. 46 il. 46 il təhsil sahəsində çalışmışsınız. Amma 67 yaşınız var, değil mi? 67 yaşım tamam. Ay maşallah. Bizim də arzumuz odur ki, inşallah biz müəllimin 70 yaşına, 80-90 yaşına gələk və bizim illərin tanınmış demək kameramanı Cavid bəydir, illərin bölgə müxbiri olan Sahilə xanım da biz gəlmişik. Mən Vüsal Kəlbəcəri də sizi çəkməyə gəlmişik. Sizə uzun ömür can sağlığı arzu edirik. Hər zaman vətəninizi başınıza eləyəsiniz. Sağ olun. Çox sağ olun müəllim. Yaxşı, çəkilişiniz vasitəsilə biz bilirik siz gözəl atasınız, gözəl babasınız. Nəvə nəticələrinizə nə arzuluyorsunuz? Mənim 2 övladım var. İşimi davam etdirir. Çox gözəl. Bir qızım var, çocuğu var idi. Bu yaşda bir nəvəm var. Ay maşallah. İnşallah o gün olsun, nəticəniz olsun. İnşallah, inşallah. Çox gözəl. Allah ömür versin. Əsas can sağlığıdır. Müəllimə uzun ömür can sağlığı. Sağ olun, təşəkkürlər.